Sevinclə Danış YouTube kanalındasınız və bugün bizim qonağımız Şuraltı dəyişim ustası, Nat Master, yaşam koçu Qərənfil Ağalarovadır. Xoş gəlmisiniz Qərənfil xanım studiyamıza. Salam, təşəkkür edirəm. Biz bugün Qərənfil xanımla dəyişim haqqında danışacağıq və Qərənfil xanım hardasa 10-15 il bundan öncə, o zaman kanallarda çalışırdım hələ. Biz fərdi inkişaf və dəyişimlə bağlı mövzular təqdim eləyəndə, işləyəndə belə deyək, insanlar bu mövzulara bir lüks mövzu kimi baxırdılar. Yəni dəyişmək insanlara bir lüks gəlirdi və fərdi seçim kimi görünürdü. Amma bugün dəyişim artıq sanki bir zərurətdir. Çünki texnologiyalar inkişaf eləyir, sosial həyatımız sürətlə dəyişir və sanki dəyişməyən insan, dəyişə bilməyən insan bugün müasir həyatın tələbləri ilə ayaqlaşa bilmir və geridə qalır. Və çevrilir olur hər şeydən şikayət eləyən, onu bunu günahlandıran, suçlayan bir insan. Yenidən biz bu mövzuya qayıtmaq istədik. Ümumiyyətlə dəyişim nədir? Nə üçün bugünkü insan dəyişməlidir? Neçə cürə dəyişim var? Və əminəm ki, Qərənfil xanım, insanların çoxu hələ də baxmayaraq ki, dediyim kimi 10-15 ildir. Biz bu haqda danışırıq ki, dəyişim nədir, necə olmalıdır, fərdi inkişaf nədir, şəxsi inkişaf nədir, buna hələ skeptik baxanlar var, şübhə ilə baxanlar var. İstədim bir daha sizinlə bu işi çox yaxşı bacaran bir insanla, yəni insanları dəyişdirən, şəfalandıran bir insanla belə bir müzakirəyə qayıdaq, müzakirə açaq. İndi sizdən eşitmək istəyirik ki, dəyişim nədir, həqiqətən dəyişim nədir? Dəyişim biz istəsək də, istəməsək də gedən zəruri bir prosesdir. Məsələn, sizin dünənki halınızla bugünkü halınız eyni ola bilməz. Zərurətdir, yəni onsuz da biz istədik, istəmədik həyatımızda bu gedir. Sadəcə olaraq dəyişim biri var ki, dəyişim deyərkən insanlar yanlış anlaşma ola bilər. Mən niyə dəyişim ki, mən dəyişməli deyiləm, qoy insanlar dəyişsinlər, o dəyişsin, filan kəs dəyişsin. Hər kəs ətrafını dəyişmək peşindədir. Amma özümüz də bilmədən bu dəyişim prosesinin içində özümüz də dəyişirik. Onsuz da dəyişirik və bu dəyişim sadəcə olaraq biz istədiyimiz yöndə getmir. Bu məsələ var burada. Dəyişim əslində Nat belə bizə izah edir. Dəyişimin üç növünü. Biri var ki, Nat, o sizin dəyişim, məsələn, sürətli olmayan dəyişim. Palaza bürün elinə sürün, hər kəsin yaşadığı həyatında, səhər 9, axşam 6, belə də yəni, belə də stabil düşündükləri, amma o da stabil deyil, o belə dəyişir. Buna biz təkamül deyirik. Var dəyişimin növü var ki, buna deyirik çevriliş, o ani olan dəyişimdir. Boşanmalar buna misaldır, inqilablar buna misaldır. Əgər bu yaxşı deyilsə, bunu çevirməliyəm, dəyişməliyəm. Amma bu hər saatda bildiyimiz kimi effektiv nəticə olmur, müsbət nəticə olmur. Yəni çox riskli bir dəyişimdir. İnsana fayda verən, insanı arzu etdiyi, özünə arzu etdiyi həyata çatdıran üçüncü dəyişimdir ki, bu seçimlə olur. Buna deyirik sistematik dəyişim. Yəni, niyə sistematik? Artıq biz burada qarşımıza məqsəd qoyuruq. Qarşımıza məqsəd qoyuruq ki, məsələn, hal-hazırki vəziyyəti analiz edirik. Mən bundan razıyam-mı? Razı deyiləmmi? Razı deyiləmsə, burada dəyişmək istədiyim nələr var? Və arzu etdiyim bir həyat nədir? Bax, bu bir həyat var da, bu nədir? Bunun içində nə var? Və buradan hal-hazırki vəziyyətdən arzu olunan vəziyyətə gedişə deyirik, bax, burada dəyişim. Bunu sistematik dəyişim. Sistematik dəyişimdə artıq planlar qurulur. Orada harda dəyişim etmək lazımdır, necə etmək lazımdır. Bunların hamısına baxırıq və dəyişimə qərar verəndən sonra artıq yol alırıq. Məsələn, Quranda da ayət var, Allahım məni doğru yola görən, sirat-əl-müstəqim. Hər kəs sirat-əl-müstəqimi yol bilir. Amma sirat-əl-müstəqim yol deyil, bir yolçuluqdur. Dəyişimin adıdır, sirat-əl-müstəqim. Bir başlanğıc nöqtəsi var və bir son nöqtəsi var. Bax, o yolçuluğun adına sirat-əl-müstəqim deyilir. Biz ona dəyişim deyirik. Aha, yəni üçüncü dəyişim ən doğru olan dəyişimdir. Bəli. Çünki digər o iki dəyişim əslində yanlış dəyişimlərə
həyatımızı yanlış istiqamətdə də dəyişdirməyə deyək ki, səbəb ola bilər. Məsələn, boşanmaq bir dəyişimdirsə, halbuki biz pozitiv dəyişib boşanmaya da bilərik, məsəl üçün deyirəm. Bəli. Yəni, Məsələn, biz burada münasibətlərə diqqət eləsək, evlilik, hətta boşanma ərəfəsində bizə müraciət edən cütlüklər olur ki, deyir ki, ay Allah, mənim ailəm xilas oldu, mən nə yaxşı gəldim bura, mən bunu görə bilmirdim. Bilirsiniz, orada o qədər ani qərarlar verilir ki, və o qərarların, yenə də deyirəm, o risklidir, doğru olub olmaması məsələsi var. Deyə bilmərik yanlış, yanlış da yox, amma tam doğru da demirik. Yəni o da bir seçimdir hər halda, o da bir həyat. Amma bir uğurlu nəticə verirmi, vermir. Bax bu baxımdan deyil ki, bəzən insan dəyişəndə ailəsi də dəyişir. Bəzən biz özümüzdə səhvləri görmürük. Bəzən biz dəyişəndə, o dediyiniz kimi pozitivə doğru dəyişəndə artıq ətrafımız da pozitivə doğru dəyişmiş olur, yaxşı mənada dəyişmiş olur. Bir də üzr istəyirəm, mən bir şey deyim. Hətta yəni bizim öz səhvlərimiz yox, şuur altımıza qayd olan inanclar, bizdən asılı olmayaraq valideynlərin verdiyi, ətrafdakı insanların təcrübəsindən qərarı aldıq, inandıqlarımız var ki, onlar bizim öz həyatımızı yaşamamıza, doğru yaşamamıza mane olur. Bax bu baxımdan onlar dəyişməlidir. Bax doğrudan da biz nəyi dəyişdiririk? Bax NAT-la, ümumiyyətlə digər fərdi inkişaf proqramları ilə indi bizə sual verə bilərlər ki, mən nəyimi dəyişdirməliyəm axı? Deyək ki, təzə dəyişdirsəm işimi dəyişdirə bilərəm. Məsələn, insanlar deyir və mən işimi dəyişdirmək üçün nə etməliyəm? Hansı dəyişimdən keçməliyəm ki, mən işimi dəyişdirə bilim və ya qabağı getmək istəyirəm, gedə bilmirəm və başlayır əvvəldə dediyim kimi onu bunu suçlamağa, onu bunu günahlandırmağa ki, qabağı getmək üçün mütləq tanışın olmalıdır, mütləq daydayın olmalıdır və s. Amma halbuki öz içində o öz inanclarını dəyişdirərsəm, əslində dediyi kimi nə daydaya ehtiyacı olmayacaq, nə də tanışa ehtiyacı olmayacaq. İnanclar, məsələn, əslində indi sualın əvvəlinə gəlsək ki, metodikalar nəyi dəyişir? Bəli. Birinci, ümumiyyətlə, NAT diploma təlimini çox sevirəm. Niyə görə? NAT-ın təməlidir. Niyə görə sevirəm? NAT diploma təlimi məhz insana nəyi dəyişməli olduqlarını göstərir. Bir fərqindəlik yaradır. İnsan birinci, bayaq dedim, analiz edir ki, bu durumda mən nəyi dəyişməliyəm? Baxır ora, farkında olur, analiz edir, farkında olur. Aha, nəyi dəyişməlidir? Fərqində olduğunu dəyişə biləcək zaten. Həyatında onun hal-hazır arzu etdiyi həyata çatmağına mane olanları. Məsələn, adətən nə ilə üzləşirsiniz? Nə mane olur insanlara? Bu baxır həyatımızın müxtəlif sahələrinə. Deyək ki, evlilik məsələsidir, romantik münasibət məsələsidir. Qadınlara güvən yoxdur, inancı olan bir oğlan heç vaxt güvənilir bir qadınla qarşılaşa bilməz. Bir xanımla qarşılaşa bilməz. Məsələn, bir xanım, əgər kişilər hamısı xəyanətkardır deyirsə, heç vaxt sadiq biri ilə qarşılaşa bilməz. Ümumiyyətlə, yoxdur, mən arzulayan kişi yoxdur deyən xanımlar var. Belə bir oğlan yox deyir, mən ona görə çıxmır qabağa. İstər, məsələn, işgüzar münasibətdə olsun. Baxın, danışanların arasında var, deyir, universitet bitirib. Amma deyir ki, mən hara şirkət qurmaq hara, iş görmək hara. Elə oxumuşam da, belə indi də taksi şoferiyəm. Bundan o yanası yoxdur mənim. Oturub düşünmüşəm yoxdur. Amma inanırsınız ki, bir seansdan sonra artıq dedi Qərəmxan, mən nə qədər iş görə bilərmişəm. Və yaxud da ki, burada ala qarğa bala çıxartmaz. Gedir xaricə, xaricdə deyir ki, burada vətəndaş olmalısan ki bunu. Yəni özünə maneələr qoyur şuur altında. Maneələr var zaten burada. Biz onları dəyişdikcə insan özünün necə özünü aparır. Yenə də deyirəm, dəyişimi biz etmirik. Biz sadəcə necə etməyi, texnikanı təqdim edirik və orada sual verərək farkındalıq yaradırıq. Bilirsiniz, sual verdik, doğru sual, mövzuya uyğun doğru sual farkındalıq yaradır, fərqindəlik yaradır və o fərqində olduğunu insan dəyişə bilir. Sual verməyəndə, sual olmayanda insan deyirlər ki, biz niyə özümüzü dəyişdirə bilmərik ki? Bilirsiniz, doğru sual mütəxəssisdən gəlir. O bilir ki, hara sual verəcək. Sualı verəndə, doğru sualı verəndə siz oranı artıq müşahidə edirsiniz. Həmin şuur altında həmin yeri və orada fərqində olursunuz müşahidə edəndə. Onu
şuurlu səviyyəyə gətiririk, fərqində olanda. Və burada dəyişdiririk şuur səviyyəsində, yenidən qaytarırıq şuur altına. Və bu dəyişim prosesi bəzən elə olur ki, deyir, Qərəm xanım, bununla o qədər asandır ki, əslində mütəxəssislə. Qərəm xanım, bununla olacaq indi, amma nəticəni görəndən sonra özü də məhtəl qalır ki, yəni doğrudan necə olur, mən imişəm mənim qarşımda maneə. Mən deyərkən, əslində, orada da indi bilmirəm sualların içərisində olacaq, olmayacaq, amma həqiqətən burada çatmışkən deyim ki, mən deyərkən, siz dəyişin deyərkən, siz özünüzdən fərqli birinə çevrilin demirik. Əslində sizi fərqli özünüzdən, o fabrika ayarlarından ayırıblar. Sizə yanlış inancları verərək, tərbiyə üsulunda filan, bunların hamısı sizi fabrika ayarlarından uzaqlaşdırıb. Sizi fabrika ayarlarına döndürmək lazımdır. Siz özünüzə dönürsünüz əslində dəyişəndə. Məsələ bundan ibarətdir. Ən çox rastlaşdığınız yanlış inanclar hansıdır? Yanlış inanclar pul əl çirkidir. Dayı olmasa valla qabağa getmək mümkün deyil. Pul olmalıdır, yaxşı pulun olmalıdır ki, biznes qurasan. Məsələn, yenə də deyirəm, yaxşı qız yoxdur, yaxşı oğlan yoxdur. Mən ailə saxlayan adam deyiləm. İndiki zamanda ailə saxlamaq mümkün deyil. Uşaq, mən ana ola bilmərəm, mən ata ola bilmərəm, ağır yükdür, məsuliyyət ağır yükdür. Halbuki məsuliyyət insanlara maddi mənəvi azadlıq verən bir şeydir. Amma biz o tənbih üsulunda onu istifadə etdiyimizə görə məsuliyyətin olsun. Bax, bu söz sanki bir ağır bir ifadə olaraq oturur sinəmizə ki, Yük kimi. Yük kimi. Yəni, məsuliyyəti yük kimi qəbul Yük kimi qəbul. Halbuki məsuliyyətini öz əlinə al, mənim balam, həyat sənin üçün onda asan olacaq deyilməlidir. Baxın, məsuliyyəti ağır bir şey kimi qəbul edən insan böyümür. Həyatının məsuliyyətini əlinə almır. Daha da məsuliyyətsiz olur. Qurbana çevrilir. Çünki onun həyatını başqaları idarə etməyə başlayır. İnsanların inancları əslində kim beyninə yazır, belə deyək, cəmiyyət, yoxsa valideynlər? Baxın, şuur altı süngər kimidir. Bundan əvvəl xatırlayırsınızsa 40-na qədər uşağı 40 gün heç kimi qoymurdular yanına. Bəli. Sonra bu xurafat da dedilər, amma xurafat deyil idi. Onun yanında danışılan hər bir şey onun yaddaşına həkk olunur. Yəni təkcə 40 günə qədər deyil. Yox, Yəni, 40 gündə daha həssas olur, o başqa məsələ. Amma uşaqların yanında danışdı. Ümumiyyətlə həyatımız boyu indi belə bu mənim fikrim deyil deməyiniz çox yaxşı olar. Məsələn, gördünüz ki, biri təhlükəli bir şey dedi. Bu mənim fikrim deyil. Bu mən qəbul etmirəm dedinizsə, şuur altı qəbul etməyəcək. Amma ona ki, hə dediniz, şuur altı həmən deyir ki, hə bu qəbul etdi. Onu qəbul edir, artıq inancı olaraq qəbul edir. Bilirsiniz, inancımızı cəmiyyət də formalaşdırır. Mən uşaq olanda onu deyim sizə ki, mən uşaq olanda belə bir şey eşidirdim. Biz rayon yerində böyümüşük də, təndirdə yuxaya apardı xanımlar, hamısı yığışıb. Orada qadınların söhbəti var idi. Göydə bir yorğan döşək var. Yaxşı olan qaynana ilə gəlin, mehriban olan qaynana ilə gəlinə qismət olacaq. Hələ orada yatan olmayıb dünya yarananla. Təsəvvür edirsiniz nə? Bunu eşidən qız qorxusundan ailə qurar və yaxud ailə qursa belə, baxın nə olar? O mütləq qaynana, pis qaynananı seçəcək. Və çünki inanır ki, artıq yaxşı qaynana yoxdur və heç vaxt olmayacaq. Çünki onu orada bir dənə qoyublar. Dediyimiz sözlər o qədər önəmlidir ki, övladlarımıza. Məktəbdə müəllimlər, mən müəllimlər üçün NAT diploma təlimi qoymuşdum, NAT təlimi qoymuşdum. Orada da müəllimlərə dedim, sizin o qədər boynunuzda məsuliyyət, yaxşı mənada məsuliyyət var, vəzifə var. Siz bu uşaqları, bu insanlığı sözlərinizlə doğruda yönləndirə bilərsiniz, yanlış da. Şuur altı çünki sən müəllim olaraq görürsə, sənin sözlərini bilgiyə birindən qəbul edən kimi, sən yanlış da desən, o doğru qəbul edir şuur altı. Ona görə də evimizdə uşağımıza deyərkən, hətta mən sizə deyim ki, bala, qurban olum, çölə çıxmayıb, bir sənə o torbaçı sənə aparar. Və uşaq vaxtı eşitdiyimiz sözlər, yəni həyat güvənsizdir. Siz bir dənə torbaçı sənə aparar deyib onu
qorumağı düşündünüz və də yaxud da işinizin rahat olmasını ki, çıxmasın çölə. Əslində nə oldu? O uşaq dünyanın güvənsiz olduğunu şuuraltı səviyyədə anladı və birinci çakrasında sorun yaşadı. Köklənə bilmir. Dünyanı güvənsiz yer olaraq görə bilmir. Nə qədər elə insan tanıyırıq. Bəli, özümüz elə gəlməmişik ki. Hamımız, məsələn, biz dəyişimi mən özüm birinci özümdə keçməliyəm ki, effektiv nəticəni görüm ki, bilim ki, insanlara da bu təsir edəcək. Mənim həyatımda dəyişməli olduğum çox şey var idi və dəyişdim. O inanclı, hamısı onlar idi. Dünya güvənsizdir. Bizim görmədiyimiz varlıqlar var. Hətta onunla mən belə qorxuzurdular uşaq vaxtı və mən heç bir yerdə güvəndə olmadığımı düşünürdüm ki, görünməyən varlıqlar var. Onlar belə mənə təhlükə ola bilər. Yəni uşaqlara bunu etmək olmaz. Şuur altımız hər an formalaşır, hər an. Yaxşı insanların ömrü az olur. Niyə bunu deyə yaxşı insanların ömrünü azaldırıq? Siz nəyə inanırsınızsa, doğrudur, onu yaradırsınız. belədir, Toplumda bəli, belə. Toplumda belə onu yarad. İnandırın özünüz. Bax, inandırın deyəndə ki, biz inanc dəyişdirməklə dəyişdirir. Mən bütün seanslarımda bunu dəyişdirirəm. Niyə? Çünki hər kəs özünü yaxşı bilir və yaxşı adamlar da tez ölür. O onun özünü bilmədən də tez ölümə aparır. Və bir Peyğəmbər Əfəndimizin də hədisi var da, hər kimi 100 yaşamasa onun özündə də söz var. Baxın, insan özünü xoşbəxt bir sonluğa da apara bilər, acı bir sonluğa da apara bilər, onu şuur altına verdiyi qaydalarla edə bilir. Məsələn, mən də həmişə deyirəm ki, mən şuur altını yaradanın oluna bənzədirəm. Sanki ol proqramı verilmiş bir sistemdir və ona nə verilirsə, bəndən nə istəyirsə onu oldurmaqda mükəlləfdir. Amma lazımdır ki, oradan da bütün sistemlər kimi şuur altı bizə verilən bütün sistemlər kimi şuur altını da bir sistem olaraq, bəli, öz nəzarətimizdə, eqonun yox, qəlbin nəzarətində olsun. Qəlb sevginin məkanıdır. Bilirsiniz, qəlb yaradanla bağ olan yerdir. Eqodan ayrılıb şuur altı, eqodan ayrılıb onu qəlbə bağlayanda biz həyatımızda gözəlliklər axmağa başlayır və o arzu etdiyimizdə həyata çatırıq. Qəlbi xanım, yaşla bağlı bir sual vermək istəyirəm sizə. Hansı yaşda daha asan dəyişim baş verir? Əlbəttə ki, yaşlananda artıq insanın yəqin yanlış inancları da çox olur, yox? Və artıq o düşüncələr bizim xarakterimizə də təsir göstərmiş olur. Və dəyişim mümkündürmü müəyyən yaşdan sonra, yoxsa ancaq gənc olmalısan dəyişmək üçün? Ya, dəyişimin yaşı yoxdur. Bilirsiniz, hər dönəmdə hər kəs üçün o içinizdə hiss edirsiniz ki, mənim dəyişim vaxtım çatıb. Yox, belə yaşamaq istəmirəm. Mən dəyişmək istəyirəm. Mənim anamın 75 yaşı var. Allah hamıya, anasına sağ olanlara ömür versin. Amin. Təsəvvür edin ki, mən neçə ildir bu sahədəyəm, amma mənim anam bu dəfə marafonuma qoşulmağı seçdi. Düzdür, arada bir dəfə dedi ki, sən nəsə bir texnikan olar ki, mənim kürəyim ağrıyır, nədən olmuş ola bilər? Və texnikanı tətbiq etdik, doğrudan da o ağrılar çəkildi. Ondan sonra indi mənim marafonuma bir ay olarmı anam qoşulmuşdu. Yəni, məsələ nədir? Hər yaşda bu mümkündür və özdə bir şey deyim ki, axı bizdə epigenetik ötürülmə deyilən bir şey var. Epigenetik ana hansı yaşda olsa dəyişsə faydadır. Övladlarını ötürdüyü enerji dəyişəcək. Baxın, o qədər möhtəşəm incə bir məqamdır ki bu. Təsəvvür eləyin, elə duyğularım olurdu, onu təmizləyirdim. Görürdüm yenə. Axır anama zəng vurdum. Ay ana, sən də bunu belə bir şey yaşamısan, deyirdi ki, bəli, yaşamışam, bu var. Ay, qurban olum, nə olar, onu təmizlə, texnikanı öyrətmişəm. Qoy mən də rahatlaşım, təkcə mən yox. Yəni bu yaşda da bizim analarımızın duyğusu bizə təsir etmiş olur. Bax, nə danışırsınız? Çünki Ana ölür. Bizə deyirlər 7 yaşa kimi əgər siz dəyişirsinizsə, övladınız da dəyişir. Amma bu yaşdan sonra anamız dəyişirsə, bizə dəyişimi müsbət baxımdan təsir eləyə bilər. Bəli, baxın, ananın mitoxondrinləri uşağın bədənindədir. Öləndən sonra da ana ölür, mitoxondrinlər. Yox, yəni biz dünyamız dəyişəndən sonra. O mitoxondrin nə deməkdir? Enerji bazası mitoxondrinlər. Nə deməkdir? Enerji bazası. Bizə enerji ötürülür. Baxın, Wi-Fi-da sizin telefonunuzdakı Wi-Fi ilə buranın Wi-Fi eynidir də. Kablo eyni ağa qoşulmusunuz. Düzdür?
Biz ana ilə eyni ağdayıq. O nə dalğa verirsə biz o dalğanı qəbul edirik. Və düşünsək ki, biz enerjidən ibarətik və o enerjinin, onun ötürdüyü enerjini biz olduğu kimi qəbul edirik. Bu zaman niyə pozitiv qəbul etməyək ki? Niyə uşağımıza pozitiv göndərməyək ki? Ona görə də hər dövrdə, istər ata, istər ana, təkcə anadan söhbət getmir. Atanın da duyğularının çox mühüm rolu var övlad üzərində. Çünki oğula ən çox atadan ötürülür duyğular. Ona görə də atanın da dəyişimi çox mühümdür. Yəni bəzən atalar elə düşünürlər ki, məsələn, xanım daha mühümdür. Valideyn iclaslarına xanım getsin. Məsələn, gəzməyə xanım aparsın, ana aparsın. Amma əməlli başlı çox böyük bir etkiyə sahibdir. Ata enerjisi, bunu gözümün önündə görürəm. Çünki mən məsələn düşünürdüm ki, qız üçün ata mühümdür. Amma mən oğullar gördüm ki, çalışmalarımda atanın sayması üçün, ona zaman ayırması üçün həyatını sərf eləyib bu gün də insanlara onu verir. Atam məni görməyib, məni hər kəs görsün deyə həyatını qurban verib yenə də görülmür. Çünki fədakarlığa və qurban obrazına girir. Qurban obrazına girir. Atanın diqqəti, atanın o övlada müsbət şərtsiz sevgisi, bəli, və ayırdığı zaman ona çox dəyərli hiss etdirir. Bir fikri deyim ki, biz uşaq idik hətta. Papa deyirdi ki, mən bir şey eləmək istəyirəm. Gəlin biz müzakirə eləyirik. Mənə elə qəribə baxırdım ki, yəni doğrudan mən nə desəm atam onu eləyəcək. Amma demə məni adam yerinə qoyurmuş. Yəni səni adam yerinə qoyuram deməkdir bu uşağa. Oturdurdu, müzakirə edirdi. Sonda özü deyirdi ki, mən də belə düşünürəm. Belə pis deyirdi. Biz burasını düşünməmişik. Onun dediyi olurdu. Tamam, hamımız qəbul edirdik. Amma deyirdi ki, bax sizin də dediklərinizdən mən bu qərara gəldim və bunu belə edək. Bilirsiniz, onda sən öz qərarlarına güvənmək öyrənirsən. Mən heç bir zaman qorxmamışam ki, mənim seçimim görəsən yanlışdır yoxsa doğrudur. Artıq bir şeyə istəmişəmsə ona qərar vermişəm. Çünki mən başa düşdüm ki, bu mənə atamdan gələndir və məni təsdiqlədiyi məqamlar var ki, sən düz deyirsən. Baxın mənim əzizim, baxın bizim ata, ana dəyişimi hansı yaşda olur olsun faydadır. Yəni yaşın heç bir fərqi yoxdur. Düzdür, bir də bir şey müşahidə etmişəm ki, uşaqlarda bizdə bir texnika var da, sinəyə vura-vura səni sevirəm deyirik, duyğunu götürür. Gənc yaşda bu tez gedir. Bir müddət yaş çox olanda bir dəqiqədən çox çəkə bilir o duyğunu oradan təmizləmək. Bu fərqlər var, amma olsun, amma dəyişim mümkündür. Həyatda uğurlu bir nəticə almaq istəyirsinizsə, siz zehinsel səviyyədə də, sferada da dəyişməlisiniz, duyğusal bədəniniz də arınıb təmizlənməlidir. Dəyişim deyərkən, bayaqlarım hətta mən dəyişimdən deyəndə ayədə var, Allah deyir ki, Allah kimi sevər? Allah arınıb təmizlənənləri sevər. Baxın, dəyişim təkcə hansı inancı dəyişdirmək deyil, duyğusal arınıb təmizlənmədir. Nə deməkdir o? Duyğusal alınıb, biz 5 bədəndən ibarətik əslində. Zehinsel, fiziksel, duyğusal, ruhsal, enerjisel və astral bədəndən. Astraldan danışmırıq biz, çünki o bizə aid deyil, amma duyğusal və zehinsel səviyyədə dəyişim olanda fiziksel də sağlam olur, fərdi ruhi inkişaf da yüksəlir. Duyğularımız nə deməkdir? Təsəvvür edin bir ağ köynək. Əlinizi boyaya batırırsınız, vurursunuz üstünə. Duyğusal bədəninizə hər duyğunu yaşadıqca, travmanı yaşadıqca kodlayırsınız. Özü bilmirəm, necə olursa seçir, orasını deyə bilmərəm, amma biz tapanda bilirik ki, onun duyğusu hardadır deyən kimi çox qəribə yerlərdə ola bilir. Dizimə gəlir, ayağım əsir. Dünənlər çalışma eləmişəm, itirmək qorxusu ayaqlarım əsir. O qədər gələcəklə bağlı qorxular bağlayıb ki, yəni təsəvvür edin ki, özdə artıq bilirik ki, məsələn, ürəyimə gəlirsə nə deməkdir, başıma gəlirsə nə deməkdir. Niyə, nə ilə assosiasiya edib ki, başa gəlir? Nə ilə assosiasiya edib ki, ürəyinə gəlir? Niyə ayağına gəlir? Baxın, bunların hamısını, o duyğuları ora kodlayıb, biz onu sadəcə sevgi ilə, gözəl bir şəkildə. Birdən mənə deyirlər ki, Qayım xanım deyirlər ki, riyaziyyatla ağır, yəni
nə bilim incitməklə, bədəndən onu duyğunu təmizləmək. Baxın, o duyğu bizə xidmət etdiyini düşünərək bizdədir. Bizdə formalaşıb qalıb ki, o elə düşünüb ki, mənə xidmət edir. Biz onu incidərək göndərə bilmərik. Biz onu sevgi ilə şəfalandırıb sevgiyə çevirə bilərik. Hətta bəzən meditasiya ustaları olur. Deyir ki, nəfəs alın, sevgini alın, negativi verin. Doğru deyil. Siz alma vermə dəngəsini pozdunuz. Ətrafınızdan siz sevgini aldınız içəri. Tamam? Biraz gözləyin, o sevgi içəridəki negativi sevgiyə çevirsin. Sevgi enerjisinin, biz ki nəfəs alanda siz hava deyirsiniz, biz əslində enerji ilə nəfəs alırıq. Yaradanın sevgi enerjisi ətrafımızda da, morfogenetik alandayıq biz. Və biz onu o alandakı o sevgini alırıq. Tamam, onu sevgi niyyətini aldınızsa, bütün hüceyrələrinizdə sevgi yayılacaq və şəfalandıracaq. Və siz niyyət edirsinizsə, nə qədər negativim var içəridə, pozitivə çevirsin və nəfəsinizi verəndə sevgini verirsiniz. Artıq o sevgiyə çevrilir. Onda siz kainata sevgi alıb, kainata sevgi verirsiniz. Daha hansı neqativ duyğular bizə həyatımıza mane olur, irəli getməyə mane olur, bizim dediyiniz kimi bədənimizdə yüklənib qalır o neqativ duyğular. Baxın, qorxularınız birinci növbədə qan qatılığı verə bilir. Ayaq ağrıları, onurğa çanaq əyrilikləri, oynaq ağrıları dediyim kimi, əzələ ağrıları, ayaq əzələ ağrıları. Psixosomatikadır. Bəli. Məsələ burdadır ki, bütün duyğular, qorxularınız. Məsələn, migrenlə gəlirlər, deyir ki, ümidsiz də üzümə baxır. Yəni doğrudan bir nəsə kömək olacaq. Əslində migren dəyərsizlik, qadın kimi dəyərsizlik duyğusudur. Niyə ən çox qadınlarda rast gəlinir? Niyə ən çox Azərbaycan qadınında rast gəlinir? Çünki mentalitetdən gələn bir şey var bizdə. Qadını dəyərsizləşdirmək. Uşaq vaxtından belə görmüşük. Məsələn, bizim ailədə 4 qız olmuşuq. Biriniz oğlan olardınız kəşki. Niyə? Bilirsiniz, mən özümü günahkar bəzən hissetdim ki, birdən, mənim ayağım düşməyib, mən qız olmuşam, hamı qız gəlib. Bu sözləri belə deyiblər mənə. Ki, onun ayağı düşməyib də, hamısı qız olub sonra. Bilirsiniz, uşağı günahkarlıq duyğusu, kürəklə, onurğa, yüklənmələr və bizə migreni, məsələn, biz qorxuları təmizləyəndən sonra, qadın kimi dəyərsizlik duyğularını və qorxuları təmizləyəndən sonra migren atakları gedir. Artıq o ağrılar olmur. Məsələn, xanımlar tanıyıram ki, ağrı olur. Məsələn, hamı kimi, ayda evdə bir dəfə. Amma artıq 10 günlərlə sürən, 15 günlərlə sürən migren ağrıları olmur. Tez-tez olmur. Məsələn, bizə deyirdilər ki, osteoxondrozdur, belə boynunuzda əzələ daşma kimi belə vəziyyət olunur filan. Hamısı qadın kimi dəyərsizlik duyğularıdır. Qorxulardır. Yəni, o duyğuların hamısını qadınlar İndi bu dəqiqə tamaşaçılar, məsələn, bizi dinləyə-dinləyə dəyərsizlik duyğuları, qadın kimi dəyərsizlik duyğusu desə boynuna, çiyninə gələcək. O duyğunu orada hiss eləyəcəklər ki, ora gəldi. Çünki artıq bilirsiniz, bununla işləyə-işləyə görürük də. Neçə dəfə soruşursan, bir deyil, 2 deyil, 3 deyil. Məsələn, hamısında deyən kimi bura gəlir. Və boynundan və bir xanım vardı, hətta dedi ki, Qənimxanım, mən çox telefonla işləyirəm, ona görə mənim boynum ağrıyır. Dedim ki, yaxşı, bir dənə dinən qadın kimi dəyərsizlik duyğusu, amma söhbət eləyirəm. Bir dənə dinən qadın kimi dəyərsizlik duyğusu, deyir, qadın kimi dəyərsizlik duyğusu təkrarlayır. Deyirəm, söhbət eləyirəm, amma arada deyirəm, dinən o sözü. Dedim, Qənimxanım, boynum qırılır. Tamam, duyğunu təmizlədik. Ondan sonra deyir, Qənimxanım, mən elə bilirdim, mən telefonla işlədiyimə görə. Deməsən buymuş, mən bunu hiss etmişəm. Və bunu da ora kodlamışam. Müxtəlif duyğular var. Özdəki bizim çakralarımızda müxtəlif duyğular var ki, məsələn, hələ mən qadın kimi dəyərsizlik duyğusundan danışdım. İtirmək qorxusu bir duyğudur. Bacara bilməməyin özü duyğudur. Bacara bilmərəm deyin, duyğusu gələcək. Yəni, dediyiniz negativ, olumsuz hər bir kəlmənin bir duyğusu var. Düşündüyünüz hər negativ düşüncənin bir duyğusu var. Və bir yerə kodlanır. Onu da inşallah gözəl bir texnikalarımız var ki, ondan tez, ani, dəqiqələr içərisində təmizləyirik. Niyə bunu vurğuladım? Çünki kodlamışıq da çarəsizlikdən bunu yaşamağa məhkumuq deyə düşünməsinlər. Bunu dəyişdirmək mümkündür.
Qərənfil xanım, bayaq mühüm bir nöqtəyə toxundunuz. Bölmək istəmədim sizin söhbətinizi. Bu epigenetik dəyişikliyi ilə bağlı ki, valideynlərimiz dəyişəndə bizə də həyatımıza müsbət dəyişimlər baş verməyə başlayır. Və çox populyardır son dövrlərdə nəsil şəfalandırmaları. Və həqiqətən də bizə nəsilimizdən anamızı bildik. Nənələrimizdən, babalarımızdan da, dünyada olmayan insanlardan da negativ və pozitiv emosiyalar, hisslər, ya necə adlandıra bilərəm bilmirəm, daha yaxşı siz bilərsiniz. Onları bizə ötürürmü dünyasını dəyişənlər? Necəsə bu ezoterik bir artıq mövzuya keçmiş oldu sizinlə. Biz elə bilirik ki, onlar artıq yoxdular. Biz ki enerjidən ibarətik. Fizikanın qanunu var da, enerji heçdən yaranmır, nə də itmir. Bir şəkildən başqa şəkilə keçir. Biz enerji olduğumuza görə başqa şəkilə keçir. Amma bir şəkildə öz etkisini göstərir. Biz dünyaya gələrkən necə ki üz quruluşumuz, bədən quruluşumuz, səsimiz, necə ki biz alırıq ata və ana nəslindən, eyni zamanda biz, bəli, məsələ burdadır ki, onu da miras alırıq. Onu da miras alırıq və bəzi şeyləri, karmaları, bəzi duyğuları miras alırıq. Ona görə yox ki, bu bizə məhkumuq bunu. O ümidlə ki, biz onu şəfalandıracağıq və ötürülür bizə. Onun fərqində olub dəyişdirəndə, bəli, çox gözəl bir nəticə olur, bütün nəsli şəfalandırmaq olur. Mümkündür. Yəni şəfanı verən Allahdır da. Sadəcə burada biz axına vasitə oluruq. Şəfalandırmaq nə deməkdir? Gəlin insanlara onu da açıqlayaq. Baxın, elə dəyişmək, arınıb təmizlənmək deməkdir. Oradan gələn enerjini ya dayandırmaq, ya oradan gələn enerji axınını pozitivə çevirmək ki, pozitiv axsın. Sadəcə bundan ibarətdir. Yəni şəfalandırmaq deyərkən enerjini negativi pozitivə çevirmək. Bunu da yenə də deyirəm, sizin nəslinizdəndirsə siz edə bilirsiniz. Sadəcə biz bunu necə edin deyə bilirik. Necə bu xüsusi texnikası var. Onları deyirik, siz bunu edirsiniz. Şəfanı da verən Allahdır zaten. Nə ilə olur? O bizim seanslarımızda iştirak edənlər bilirlər. Yaradanın işığının, sevgisinin şəfası deyirik. Yəni mənim şəfam demirik, sizin şəfanız demirik. Sadəcə olaraq niyyət çox mühüm olduğuna görə şəfalandırmanın da niyyəti olmalıdır ki, niyyət olsun ki və istəyin. Çünki yaradan səviyyəsində məcburiyyət yoxdur. O nəsildən kimsə bu şəfanı istəməlidir, qərarını verməlidir və bunun mesajını yaradana niyyət edirəm deyə ötürməlidir ki, oradan sizə o şəfa gəlsin və şəfalandırılsın. Sadəcə izin olsun deyə. Məsələ bundan izinsiz yaradan dərgahından izinsiz sizə heç bir şey ona görə gələ bilməz. Ona görə də hər zaman səhər açılarkən bu gün yaradanın mənə xeyirlərinin axmasına izin verirəm deməyimiz çox mühümdür. Şəfanın axmasına izin verirəm deməyimiz çox mühümdür. Çünki izin verəriksə o bizə axar, bizə gələr. Bax, nəslin şəfalandırılması da bu şəkildə gedir. Çox mühümdür həyatımızda onların dəyişməsi. Çünki negativ enerji axını varsa bir yerdən sizə, siz ona yüklənirsiniz. Sizin işinizə təsir edir, sizin həyatınıza, münasibətlərinizə təsir edir. Məsələn, əgər nəslinizdə, nənənizdə dəyərsizlik duyğusu varsa, qadın kimi dəyərsizlik duyğusu varsa və o sizi ötürülübsə, siz səbəbini bilmədən, sizə dəyərsiz hiss etdirən insanlarla qarşılaşacaqsınız. Və özünüz də sanki haqq verəcəksiniz ki, özünüzü günahkar biləcəksiniz ki, belə də olmalıdır, mən niyə bunu böyüdürəm? Amma əslində o deyil məsələ. Niyə siz bunu adi qəbul edirsiniz? Çünki onu yaşamışlığı var, sanki belə də olmuş kimi. Amma bir gün, axı mən buna layiq deyiləm dediyiniz gün şəfalanma baş verir. Qərar verirsiniz, seanslara gəlirsiniz, bitir bundan da dəqiqələr içərisində olan bir məsələ, olub bitən bir məsələ olur. Qərənfil xanım, nəsil şəfalandırmasından, nəsildən gələn pozitiv və negativ enerjilərdən və təsirlərdən danışmışkən, siz özünüz Şah İsmayıl Xətainin kökündən gəlirsiniz, ana tərəfdən. Neçənci nəticəsi düşürsünüz? Neçənci nəsil olmuş olursunuz? İndi bəli, məsələ budur ki, Şah İsmayıl nəslindənəm, ana tərəfindən, anamın atası tərəfdən gəlir bu. Bunu babam şeirlərində yazıb, şəcərə olaraq göstərib. Yəni itməsin deyə ki, bilinsin ki, burada. Hardasa da
yəni tam dəqiq deyə bilmirəm, hardasa 12-ci, 13-cü belə düşünürəm ki, belə gəlir. Tam dəqiq indi onu gərək bura gələndə yenidən baxardım ki, görüm nə qədər. Amma bəli. Nə gəlib sizcə Şah İsmayıl Xətaydan sizə? Yəni ümumiyyətlə 12-ci dediniz də, 12-ci nəsildən də bizə nə isə gəlir. Çox uzağa getmiş olmuruq onun. Yox. Bilirsiniz məsələ nədir? Zaman o nəsildən olanlar, nəslinizdə varsa əgər sizə oradan o enerji axır. Bizə dedim keçən bayaq ki, verilişin əvvəlində dedim ki, məsələn bizə miras olunur. Biz dünyaya gələrkən necə bədən üzvlərimizi alırıq, eyni zamanda enerjini alırıq. Baxın, oradan gələn liderlik var. Şah İsmayıldan gələn liderlik var. Bu ötürülür və bir də şairlik var, irfan tərəfi var. Mən hər zaman dinin sevgi tərəfini seçmişəm. Yəni niyə mən sevgi ilə getmək istəyirəm? Bunun səbəbini onu biləndə bildim. Çünki Şah İsmayıl Xətai kimdir? Sufidir. İrfan əhlidir və onun oradan gələn irfan və şairliyi babama da keçib və siz azdan çoxdan şeirlərimi bilirsiniz, mənə də keçib. Və bu ana tərəfimdən, ata tərəfimdən də bəli, bəy nəslindənik, Dərələzlik, Qərbi Azərbaycandan və bundan belə ötürülən bir şeylər var. Enerjilər var, liderlik var, idarə etmə var. Yəni bu məsələlər var. Belə. Yəni bizim nəslimizdən olan təkcə neqativ enerjiləri biz miras almırıq, eyni zamanda pozitiv enerjilərdə, pozitiv tərəfləri də oradan almış ola bilirik. Mən bir şey deyim, məsələ burdadır ki, çox mühümdür nəsil şəfalandırmada gələndə. Baxın, o potensialları da açmaq lazımdır. Bu məsələ var. Necə ki, neqativləri şəfalandırmaq lazımdır. Eyni zamanda ötürülən o potensial enerji ki var, onu da o potensiallarınızı da açmağınız lazımdır. Onu da aktivləşdirməyimiz, həyatımıza tətbiq etməyimiz lazımdır. Tamam, Şah İsmayıl Xətainin ötürülə bilər, enerji ötürülə bilər. Amma siz onu açmasanız, siz onu həyatınıza tətbiq etməsəniz, onun yolundakı maneələri dəyişdirməsəniz, o pasiv halda ötürülmüş olacaq. Ona görə də yaxşı olar ki, o şəcərəni araşdırıb, bundan əvvəl niyə 7 nəsil dönənini bilin deyirdilər. Elə belə deyil idi bu söz. 7 nəsli dönənini biləndə nə edə bilərsəni bilirdin. Bu günləri də bilənlər nə edə biləcəklərini bilə bilərlər. Məsələn, gəlirlər, mən məsələn onu araşdırarkən, bu varsa, bilirəm ki, orada hansı potensialını açmaq olar və bu insanın həyatında necə bir dəyişmə səbəb ola bilər. Bax, belə şeylər var. Bir də Qərənfil xanım, mən ətrafımda olan bütün insanlar üçün bu dəyişimin və fərdi inkişafın bir təbliğatçısıyam. Həmişə təbliğ edirəm ki, fərdi inkişafla məşğul olun, koça müraciət eləyin, lazımdırsa psixoloqa gedin, lazımdırsa nəsil şəfalandırması eləyin. Amma sanki insanların çoxuna dəyişməli olduğu sanki bilinci hələ gəlmir. Dəyişməli olduğunu anlaya bilmir. Nəyimi dəyişməliyəm, necə dəyişməliyəm bilmir. Yəni insan hardan anlasın ki, o doğrudan da dəyişmə ehtiyacı var. Hələ ki gəlməyib də o deyim ki, o bilinci. Amma hardan bilsin ki, mən artıq dəyişməyə məcburam. Yəni həyatında gedən hansı proseslər onun xəbərçisidir, amma özü də fərqində deyil ki, elə bil ki, bu belə də olmalıdır. Belə də yaşayıb getməliyəm. Çünki ətrafımda hamı belə yaşayır. Yəni bayaq dediniz, elə palaza bülür, enlə sürün. Yəni ilk simptomları nədir dəyişimə ehtiyacın? Bilirsiniz, orada konfor alanından çıxmaq məsələsi var, çıxa bilmir. Ona görə deyir ki, 5-dən pis yaşayıramsa, 5-dən də yaxşı yaşayıram. Nə olub ki mənə, nəyi dəyişdirməliyəm ki? Amma bir məsələ var, bir döngü davam edir. Və həyatınızda deyirsiniz ki, mən bundan çıxamıram. Bir də baxırsınız ki, başqaları nəsə edə bilir, sən edə bilmirsən. Bu durumlar yarananda mən də istəyirəm axı, mən də. Baxın, sadəcə olaraq bunu düşünsünlər. Ehtiyac varmı, yoxdurmu düşünə bilərlər belə. Məsələn, oturum, mən hal-hazır ki, həyatım necədir? Bunun hamısından razıyammı? Birinci sual. Bundan razıyammı? Burada razı olmadığım nələr var? Əgər bir şeylər varsa, deməli dəyişimə ehtiyac var. Bunları dəyişsəm həyatımda nə dəyişər? Yaxşı. Bunu dəyişmək istəyirəm.
Necə onun yerinə nə istəyirəm? Aha, onlar olsa həyatımda necə hiss eləyərəm? Belə olanda, qalanda necə hiss eləyirəm? Bilirsiniz, əgər o hissin, onun həzzi burdakı duyğudan çox olmayacaqsa, neytral olacaqsa, o dəyişmə ehtiyac duymaz. Amma bir xəyal etməlidir ki, bir hiss eləməlidir o xəyalındakını ki, doğrudan ona yaxşı hiss etdirir. Və yenə də deyirəm ki, dəyişim çox mühümdür. Çünki duyğusal, bu təkcə zehinsel alanda getmir axı, bu duyğusal alanda gedir. Duyğusal bədəninizdə gedir. Duyğusal bədəndə arınıb təmizlənmək sağlamlıq deməkdir. Sağlamlıq, çünki o duyğular bir müddət sıxıntı, sonra ağrılar və sonra xəstəliyə çevrilir. Ona görə dəyişim çox mühümdür. Dəyişim bizi o gələcək olan negativ hallardan sığortadır, qorumaqdır. Təşəkkür edirəm Qərənfil xanım. Çox sağ olun və çox sağ olun ki, belə bir maraqlı və səmimi söhbət açdınız dəyişimlə bağlı. Ümid edirəm ki, bizi izləyənlər, izləyicilərimizə dəyişimin əslində nə olduğunu bir azacıq da olsa anlada bildik. Çünki dəyişim istəmək, dəyişməyə ehtiyacı olmaq anlayışının özünə gəlmək belə artıq ilk addımdır. Mən belə başa düşürəm. İnsan əgər onu dərk edirsə ki, mən həyatımda bir şeylər dəyişməliyəm və bu dəyişim mənim özümdən başlayır, nəsə mənimlə həyatımla düzgün getmirsə, demək ki, bu səbəb kənarda axtarmaq lazım deyil, onu bunu günahlandırmaq lazım deyil, suçlamaq lazım deyil. Bir baş vurum öz duyğularıma, öz peşəkar tərəfimə, bəlkə peşəkar tərəfimdən biraz onu üzərində işləməliyəm. Bir balaca düşüncələrimə baxmalıyam, inanclarıma baxmalıyam, dəyərlərimə baxmalıyam və sonra artıq dəyişim üçün bir addımlar atmalıyam. Dəyişmək, mən düşünürəm ki, hər insan üçün lazımdır və bir də bunu vurğulayım. Bunu bir məşhur bir coachdan oxumuşdum ki, dünyada gördüyünüz bütün məşhur insanlar, bütün milyonçular, yəni uğur qazanmış insanların hamısının həyatı coachluqdan keçib. Yəni bir coachun məsləhəti ilə keçib və daim onlar bir coachla həmişə məsləhət halındadırlar, həmişə məsləhətlərini alırlar. Çox təşəkkür edirik bizi izlədiyiniz üçün. Şərhlərinizi də gözləyirik və bəyənin düyməsini də basmağınızı gözləyirik və kanalımıza hələ abunə deyilsinizsə, kanalımıza abunə ola bilərsiniz. Təşəkkür edirik, sağ olun.